Biz bir il önce biz sizinlə burada görüşdük. Mən o vaxtı həmçinin ATƏT-in baş katibi idim ki, biz bilirik ki, siz dəhlizə xeyli sərmayələr yatırmısınız. Biz bilmək istərdik. Ümumiyyətlə, Avropa ilə Asiya arasında gələcək ticarətə gəldikdə hansı mövcud imkanlar var və bu şimali marşrutu Rusiya vasitəsilə istisna etmirmi? Çox sağ olun. Həmin o sonuncu dəfə sessiyadan sonra xeyli məsələlər dəyişib, bu xüsusən də dəhlizə və bağlantılara aiddir. Həmin müddət ərzində fiziki infrastrukturunun yaradılmasına Azərbaycan sərmayələr yatırıbdır. Dəniz limanları, o cümlədən dəmir yolları və hava nəqliyyatı ilə yüklərin daşınmasına sərmayələr yatırıb. Və bir mənalı olaraq regional nəqliyyat qovşaqlarına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır. Burada qərb və şərq baxımından Azərbaycan buna çalışır. Azərbaycanın coğrafi mövqeyi belədir ki, Avropa ilə Asiya arasında yerləşir. Bu da üstünlükdür. Lakin müvafiq infrastruktur olmasa, bunun mənası da hiss edilməz. Və biz Azərbaycan ərazisi ilə 100 mindən artıq TEU yüklər daşınıbdır və 250 min, 300 min, hətta 400 min bunun həcminin artırılması nəzərdə tutulur ki, biz öz dəniz limanlarımızın inkişafına sərmayələr yatırmışıq. Hal-hazırda biz artıq həmin səviyyəyə yaxınlaşırıq. Regional bağlantılar layihələri, nəinki dəmir yolları, o cümlədən fiber optik layihələri ilə təsvir olunur. Biz Mərkəzi Asiyadakı tərəfdaşlarımızla həmin Xəzər dənizinin dibi ilə çəkiləcək fiber optik layihəsi üzərində işləyirik. Bununla bağlı bu il işlər aparılacaqdır. Həmçinin yeni imkanlara nəzər salırıq. Ermənistanla sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətə gedən dəhlizin də həmçinin çox böyük potensialı var. Bu yük həcmi baxımından belədir. Azərbaycan öz ərazisində dəmir yollarının tikintisinə sərmayələr yatırır. Dəmir yolların çəkiləcək və yenidən bərpa olunacaq dəmir yolların məsafəsi 600 kilometr olacaqdır ki, bu Azərbaycanın əsas hissəsində və Naxçıvan eksplanında olacaq bu infrastrukturdur ki, və Ermənistan ərazisində isə 40 kilometrlik məsafə olacaqdır. Buna görə də bunlar həyata keçirilən kimi biz orta dəhlizlə bizim marşrutumuz olacaqdır. Bu şərq ilə qərb arasında olan yüklərin daşınması Cənub Qafqaz vasitəsilə həyata keçiriləcəkdir.